Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü və Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Milli Kitabxanasının birgə təşkilatçılığı ilə şəhər salma və memarlıq ili çərçivəsində tərəqqi yolunun başlanğıcı 14 iyul 1969-cu il mövzusunda tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olmuş video çarx nümayiş etdirilib. Rəsmi hissədə çıxış edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin rektoru Ədalət Muradov, Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova və Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Milli Kitabxanasının rəhbəri professor Kərim Tahirov 14 iyul 1969-cu ilin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıblar. Çıxışlarda bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Respublika rəhbərliyinə gəlişi ilə ölkənin sosial-iqtisadi, elmi, mədəni və şəhər salma sahələrində geniş miqyaslı inkişaf mərhələsinin əsası qoyulub. Qeyd olunub ki, həmin dövrdə həyata keçirilən məqsəd yönlü siyasət Azərbaycanın gələcək müstəqilliyi və davamlı inkişafı üçün möhkəm təməl formalaşdırıb. Tədbirdə Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, ölkənin tərəqqisində misilsiz xidmətləri və bu siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi qeyd olunub. Sonda tədbirin iştirakçıları tərəqqi yolunun başlanğıcı 14 iyul 1969-cu il mövzusunun ölkənin tarixi inkişaf yolunun öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Havar Şəfiyeva, Fizzə İsmailova, Cuma Kazımov, Yeni Azərbaycan Televiziyası.